Binə qəsəbəsində 190'ın tam yolundan 100 metr aralı 3.3 sotda belə bir 3 otaqlı 100 kvadrat evimizin, şəxsi evimizin çəkilişinə gəlmişik. Evimizin sağ tərəfindən də 1 metr məsafə var. Arxa tərəfindən də hətta padvala girmək yer də var. Yerdən də 5-6 daş kürsülüdür. Mərkəzi kanalizasiya yoxdur. Şambodur. Şambosuna qədər var. Suyu quyusuydu. Addenli quyusuna qədər var. Bakı, gidrafonu. Burada da bir dənə otaq tikili. Bu da kombi otağıdır. İstəyən olsa təmir edib, o artırma ilə bunu kiraya da verə bilər. Kombi, Pitiminka, Ariston hər şey var. Hər şey. Bir sözlə hər şey burada var. Belə bir ev. İndi evin daxili ilə tanış olaq. Daxil olduq. Belə bir zal sistemdir. Gördüyünüz hər bir şey qalır. Heç nə götürülmür. Kombisindən belə hər şey var. Televizor bircə götürüləcək. Burada mətbəx mebeli. Evimizin suyu quyusuydu, işığı var. Qaz sayğacı yoxdur. Balon qoyublar. Kombi balonla işləyir. Və bütün əşyalar da qalır. Heç nə götürülmür. 3 otaqlı evdir. Radiatoruna qədər hər bir şey var. Belə bir ev. Pəncərələr də öz ətrafına baxır. Sanitar qovşağı, aksesuarlar hamısı təzədir, işləkdir. Qiymət 42 min. Binə qəsəbəsi 190 yolunun üstündə. Ələkbər marketə yaxın.